Qardaşlar, dostlar, hamıya salam. Uzun bir aralıqdan sonra Kripto Hustle davam edir. Biz uzun müddətdir video paylaşmırıq. Bu barədə məlumat vermək istəyirəm. Başımız bəzi məsələlərə qarışıq idi. O məsələlər haqqında bu videoda məlumat vermək istəyirik. Mən onsuz da əvvəlcədən demişdim ki, yeni proyektə başlayırıq. Hansı ki, ola bilsin ki, böyük bir müddət başımız o proyektə qarışıq oldu. Aydın, Salamünaleyküm. mənim yaxın dostumdur. Özünü təqdim elə. Adım Aydındır. 1-2 ildir kripto ilə məşğuluq. Bir yerdə çalışırıq. Sizi mən bir iki dəfə buraxmışam, amma bundan sonra davam eləməyə planlaşdırıram. Batıya davam. Batıya davam olar. Sən xəbərsəndir. Xəbərimiz odur ki, öz Canlı ol əbrəz. biraz öz kriptomuzu buraxırıq. Bəli, demək olar hazırdır. Sayt üzərində işləyirik. Hardasa bu videonu paylaşdığımız zaman yəqin ki, hazır olar hər şey. Linkləri də qoyarıq bioya, girib baxarsınız. Dostlar, kripto ümumiyyətlə elə bir kriptodur ki, hal-hazırda Amerika, Avropa bazarına baxanda, yəni normal standart gənclərin özləri də kripto hansısa bir coin yaradıb, o coinlə trade eləyə bilirlər. Mən öz fikrimi olsa bildirmişdim keçən videolarda ki, mən istəyərdim ki, Azərbaycanda kriptovalyuta ümumiyyətlə çox qabağa getsin. Yəni necə ki, Avropa ölkələrində, necə ki, Amerikada və digər ölkələrdə hansı ki, irəliləyiş çox gedir, o ölkələrdə olan kimi olsun da. Yəni ki, hamı istədiyini eləyə bilsin bu sektorda. Onun üçün də biz də belə bir qərara gəldik ki, Azərbaycanda bir dənə coin yaradaq. Məsəl üçün sırf birinci Azərbaycan özündə tanınsın. Sonra isə dünya bazarına doğru getmək olar. Yəni bizə əsas lazımdır ki, yeri bazarda, yəni tanınaq, holderlarımız olsun. Yəni proyektdə interaktiv olacaq. Yəni airdroplar, konkurslar, holderlara hədiyyələr, yəni bu kimi çox nüanslar olacaq. Yəni ona görə də Instagram, TikTok səhifələrinə paylaşılacaq, saytda anonslar olacaq. Yəni Telegram kanalımız da var. Hamısının linkləri videonun altında olacaq. Yəni izləmədə olun. Maraqlı bir proyekt olacaq yəni. Qısaca proyekt haqqında başqa nə məlumat verə bilərsən? Proyekt haqqında yenə də yəni maraqlı proyektdir. Yəni Azərbaycanlı gənclər, kiçik bir komanda öz kriptosunu yaradır. Yəni bu bazara giriş eləyir. Hələ çox şey demək olmur. İndi kripto bazara çıxsın, onda bir dənə də video çəkərik. Bütün dəqiq nüanslarla, yəni necə olacaq, hansı platformalarda trade olacaq. Saytda da, yəni dediyim sosial şəbəkələrdə də paylaşılacaq bunlar. Kanka dedim intervyu alacaq. Sən rahat danışdın. Rahat danışıram. Bu Dana ilə danışdın. Danışıram. Dana. Qaqalar. Ya bu elə bir olacaq hər şey. Bu elə bir söhbətdir ki, yəni bu tək bizim qabağa getməyimiz deyil də. Bu ümumi olaraq Azərbaycanda kripto sektorunun qabağa getməyidir. Yəni misal üçün 3 dənə cavan yığılışdı, 4 dənə cavan yığılışdı. Bir dənə kripto valyuta çıxartdı, o kripto valyuta xəbərləri düşdü. Ki sabahsı gün yəni belə xəbərlər də görək ki, Azərbaycanda bir kripto valyuta yarandı. Bu digər bazarlara da girməyə çalışır və bəlkə də girdi. Yəni o da yenə deyirəm sizdən asılı. Yəni bizdən yaratmaqda sizdən dəstək. Yəni burada göt kontentlər yaratmırıq ki, burada normal naborot elə bir iş görürük ki, elə bir iş görməyə çalışırıq ki, həm biz özümüz qabağa çəkilək, qabağa gedə bilək, həm də ki, ümumi Azərbaycanda kripto valyuta gəlişsin yəni. Düz, yəni bu xəbər yayılanda çalışacağıq biz də qabağa çəkək, yəni daha çox insan xəbəri olsun. Yəni standart tradingdir də, yəni ucuz alıb baha satmaq. Yəni siz də qabağa düşürsüz. Yəni istəyirik ki, biz də ölkədə həm Məhəmməd deyən kimi biz də qabağa gedək, həm də ki ölkədə bu kripto anlayışı formalaşsın, yəni inkişaf olsun bir növ. Yəni bu belə deyim də, kazino deyil, bir şey deyil ki, bunu deyək ki, kiməcə misal olsun, ya atış gələ bilərsən, ya bir şey gələ bilərsən. Söhbət də nədir? Bizim misal garantimiz ondan asılı olacaqdır ki, misal üçün sən bizim coin-i aldın, sən bir müddət öz əlində saxlayacaqsan, satmayacaqsan və onunla da misal üçün böyük miqdarı bizim əlimizdə olur. Biz də müqaviləyə görə böyük bir müddət ərzində onu satmırıq, əlimizdə saxlayırıq. Yəni nə bu coin-in qiyməti çox oynasın və ya misal üçün sən aldın, hər kimsə satdı, nə bilim ucuza düşdü, qiyməti belə oldu. O uzun müddət yəqin ki, ancaq hal-hazırda satışla məşğul olacaq ki, ümumi insanları toplaya bilək, kütləni toplaya bilək.
kütləni topladıqdan sonra artıq bu coin üzrə nəsə bir trade eləmək olar. Yəni yoxsa hə, məsəl üçün bir dənə məndə 2 dənə Aydında, 4 dənə Əlişqada nə bilim belə olsa, onu tək öz aramızda trade eləyə bilmərik. Bu böyük bir kütlə yığılmalıdır ki, böyük bir kütlədən sonra biz bu coin'i bazara buraxıb bu coin üzrə trade eləyək, bunun populyarlığını artıraq. Və yəni güvən yaratmaq üçün belə deyək, biz özümüzdə olan bütün coinləri, yəni açıq satışda olmayan bütün coinləri donduracağıq. 6 ay, 1 il, yəni freeze deyilir buna. Freezin müddətdə artacaq, yəni ki, biz tərəfdən suni müdaxilə olması, yəni qiymətə, bazara, dinamikaya. Ya bununla kripto hasılın bu öz coin'idir. Yəni coin'in video olaraq deyəyin ki, hardasa burada bir yerdə montajda eləyərəm, atarım bura. Belə bir video olacaq, coin'in özü olacaqdır. YouTube kanalını demək olar ki, əsasında yaradılmışdı. Bundan əlavə olaraq bunun yaxşı tərəfləri nədir? İmini bu kanalın özündə coin haqqında xəbərlərdir və digər xəbərlərdir, ümumi Azərbaycandakı xəbərlərdir. Bütün xəbərləri bu kanalın özündə tapa bilərsiniz. Yəni bizdən gələcək, məsəl üçün airdroplar olacaqdır, giveaway'lər olacaqdır. Hansı ki bu sizə də xeyir eləyəcəkdir. Nəsə qazanasınız, biz də kütlə qazanacağıq, sizin güvəninizi, sizin qəlbinizi, sizin sevginizi qazanacağıq. Yəni kanalda da qalın, kanala da çoxlu follow atın, like atın, qabağa getsin kanalda. Kanal qabağa getdikcə nə olur? Kriptonun özü tanınır. Yəni dediyim kimi bizim elədiyimiz şey bu dəqiqə o fanatik pump fan və ya bulumda çıxardılan coinlər kimi deyil də. Yəni iqruşka coin deyil. Bildiyiniz sırf özünə məxsus olan blockchain olan bir coindir. Yəni təmiz bildiyin coindir. Və biz proyekti uje demək olar ki, hazır eləmişik və sizin qabağınızda bunu belə isti yemək kimi, elə bir 3 bozartma kimi qəşəng isti çıxartmaq istəyirik qabağınıza. Çünki qışlıq belə bir məsələ var. Biz özümüz sırf Azərbaycanın, başa düşdün? Yəni dolma, dolma o qədər millət deyir ki, dolma bizimdir. Yəni biz də deyirik ki, kripto hasıl bizimdir, dolmadır, bomba kimi. Prosta nə etmək lazım? Dəstək çıxmaq lazımdır. Onsuz da bunun qiyməti nə Bitcoin-in qiymətinə ravun olacaqdır, nə Ethereum-un, nə XRP-nin. Yəni bu ucuzvari bir coin olacaqdır hələ ki, inşallah qabaqda baxarıq. Yəni yenə deyirəm, qaqa məsləhətlidir yəni. Ay nə deyirsən hə? Belə işlər. Saytın özü hal-hazırda hazırdır. Yəni aşağıda linkdən girib daxil ola bilərsiniz. Qeydiyyatdan keçirsiniz. Coin-in özünü də oradan ala bilərsiniz. Bildiyimiz normal standart, yəni MetaMask kaşlok olsun və ya kaşloklar olsun, yəni soyuq kaşloklar adresdən ata bilərsiniz, öz kaşlokunuza hold eləyə bilərsiniz, saxlaya bilərsiniz. Bir müddətdən sonra yenə dediyim kimi artıq trade başlayacaqdır. Bir kütlə yığılandan sonra, böyük bir kütlə, böyük bir ailə olandan sonra artıq o coin-i öz aramızda trade eləyə bilərik. Yəni bu ola bilər müddətə qədər, yəni ola bilər 50 nəfər yığıldı, ola bilər 100 nəfər yığıldı, ola bilsin 100 min nəfər yığıldı. Yəni bu artıq insandan olaraq yox, neçədən insan yığıldı olaraq yox, bizim qoyduğumuz müddətə qədər. Çünki də bunun özü də misal üçün bizim dəyərimizə dəyər qatır ki, yəni mən oturub gözləmirəm ki, sırf 1000 nəfər gəlsin, 1000 nəfərin pulu mənə lazımdır və 1000 nəfərin o coin-i almağı mənə lazımdır. Yox. Bizə əsas odur ki, kütlə yığılsın, nə qədər yığılsın. O trade başlayandan sonra onsuz da bazara düşəcək. Başqa nə deyə bilərik, nə məsləhət görə bilərik? Saytdan biraz görüntülər göstərək burada. Saytımız bu formadadır. Yəni bu bölümlər var. Aşağıda da link var. Az öncə dediyimiz kimi girib özünüz də baxa bilərsiniz. Burada da yəni xəbərlər olacaq, anonslar. Planlaşdırırıq ki, canlı yayımlar eləyək. Həftədə heç olmasa bir gün, düzdür, indi biraz qrafikdə oldu bizdə. Vaxt baxımından biraz çətinlik var, amma mümkün qədər həftədə bir dəfə live streamlər də olacaq. Və şuna şəkillər. Şəkillər. Bu şəkillər. Saytın özündə də belə mırtdaşmalıq temalar zad eləyək. Elə coin-in özündə, yəni deyirəm, yeni xəbərlər çox olacaq. Coin-in özündə də maraqlı, gülməli, dediyim kimi giveaway-lər, yığıncaqlar olacaqdır. Kiməsə qonaqlıq verəcək, Aydın kiməsə qonaqlıq verəcəkdir. Amma coin-in özü öz güvənliyi təbii ki də öz yerindədir. Yəni dediyim kimi gülməli, xoşbəxt, deyib gülən, Svoyski öz uşaqlarımızı yığırıq, öz aramızda trade eləyirik. Yəni əslində ciddi proyektdir, amma buna trash qatmaqla biraz elə bil. Yəni bu tam ciddi olsaydı, Maqa demiş, kostyumda zətdə otursaydıq burada. Yəni biraz belə sıxıcı şey yaranırdı, atmosfer yaranır. Biz biraz trash qatırıq, maraqlı olsun, gülməli olsun ki, siz də sıxılmayasınız yəni. Həm content olaraq videolarda, nə bilim, storylər olacaq. Yox, videolarıdır, sayta da yəni biraz trash qatmışıq. Ki, yəni sırf belə sıxıcı bir sayt olmasın ki, girəsən, belə sifət mümkün. Kripto.
Yəni biraz üzünüz gülsün. Yəni dediyim kimi, gülməli videolar, ciddi videolar, xəbərlər, yəni kripto haqqında Azərbaycanda duydığınız ki, seriozunu, ne seriozunu yığınca. Yəni qaqaş, belə. Yəni dediyimiz kimi, uşaqlar, normal, ciddi bir kripto, qeyri-ciddi kontentlə, yəni elə bir şey yoxdur da ki, biz kriptonu buraxdıq, başını buraxdıq, getdi öz işinə. Yox. Yəni postoyanlı dəstək, airdroplar, konkurslar, nə bilim, holderın birini seçdi, yapardıq, giveaway qonaqlığı verdik. Məsələn də, yəni belə bir şeylər. O da qəşəng tamam. Getdiyim söz. Holderlarla nəsə elədik. Çizdirdi bütün coinlərindən. Yəni maraqlı şeylər gözləyirsiniz. Və yəni belə bir şey yoxdur ki, proyekt başladı, 1 il bağladıq, yox. Yəni uzun müddətli bir proyekt gözləyirik. Yəni həqiqətən əziyyət çəkmişik bunun üstündə. Uzun müddət işləyirik bunun üstündə. Və sizdən dəstək gözləyirik. Bəli. Dəstək. Qığı deyiləm, götümü açmayacağam. Amma ki, coin yaratmışam. Dəstək. Yəni burada tək hər şey bizdən asılı olan bir şey deyil də. Sizin də dəstəyiniz olmadan iş qabağa getməz. Biz sizə dəstək oluruq, siz də bizə dəstək olun. TikTokda canlı trade-də, Bəli. canlı yayım açıb, birinci alıb hold eləyəni qonaqlıqla qoy. Normalni. Biz səvə dedik bu söz burada. Kriptomuzu birinci alan insana normalni bir dənə qonaqlıq. Yəni bildiyim bax daily vlog, qaqa niyə aldın? Ya bu fikrə birinci alan nağdı normal qonaqlıq. Özə video ilə yəni. Pul belə. buraxsan, hə. Birinci Yüngülvari bir dənə intervyu, sonra da gedirik qonaqlığa. Lamborghini açarını verirəm bir gün. 2 günlük də vermək olur. Telegram kanal. Telegram kanalımız hazırdır. Orada iş prosesindən videolar, arada trash content, arada ciddi content, xəbərlər, orada da eyni qaydada. Girib əylənərsiniz, həm yeni nəsə öyrənərsiniz, həm bizim həyatımıza baxarsınız. Yəni öz şəxsi həyatımızdan da kadrlar olacaq. Yəni kanalın adı da Crypto Hustle Life-dir. Yəni Crypto Hustle komandasının həyatı, belə deyək. Hə, dostlar, bax meditasiyalardır, nə bilim siqnallardır. Siqnal yox. Məsləhətlərdir, nə bilim xəbərlərdir. Nəsə olan kimi yəni ora atılır, orada paylaşılır. İlk növbədə əgər sən aldınsa da Crypto Hustle coinini, yəni CHC-ni aldınsa, CHC haqqında xəbər, CHC yəni Crypto Hustle coin. CHC-ni aldınsa, yəni ən последний xəbərlərin hamısı, ən təzə xəbərlərin hamısı ən birinci növbədə Telegramda olacaq. Yəni bunu deyim, yəni ən əsas Telegramdır. Telegrama 100% follow atın. Yəni bu pullu bir şey deyil, pullu bir content deyil. Bundan əlavə olaraq orada biz öz girdiyimiz pozisiyaları da paylaşacağıq. Biz orada gəlirləri, mənfiləri, hər şeyi paylaşırıq. Yəni kiməsə nəsə məsləhət lazımsa və ya bizə məsləhət vermək istəyirsə də, çünki biz burada ən güclü bilənlər deyilik, amma ki məqsədini qoyub məqsədinə nail olmağa çalışanlarıq. Ona görə də follow atın. Telegram pulsuzdur. Aşağıda linki var. Telegram 100%dir. Bu videoya like, comment, cart-curt, dalşı özün bilirsən. Ümid edirik ki, hər şey yaxşı olur. Qardaşlar, proyekt güclü proyektdir. Altında çox güclü temalar var, güclü söhbətlər var. Yəni yaratdıq, başını buraxdıq söhbəti deyil. Yəni bunun sonrası da var. Yəni gələcək söhbətlər də var və o söhbətlər bunu qabağa çəkəcəkdir. Yəni bir növdə belə bir xəbərdir, belə bir spoilerdir ki, yəni sən bunu alsan, saxlasan, qiyməti qalxacaq. Yəni 100% qalxacaq qiyməti. Çünki beynimizdəki planlar o qədər böyük planlardır ki, plan da deyil. Yəni artıq demək olar ki, prosesdəyik. Yəni proses gedir və hər şey öz yolundadır. Və belə davam eləsə, yəni əla bir məsələ olacaq. Yəni inşallah xəbərlərə zıt çıxarır və 50 bayaqla param da yoxdur, normal. Eləməsinlər bizi. Abination, enemy abination. Yəni proyekt elə bir proyekt ki, qiyməti qalxacaq. Al 100% al. Bax, tonu dedim, almadım, ton qalxdı. Mən sənə 4-də demişdim, $4 olanda demişdim, al. 7-2-yə kimi qalxdı, qaqaş. 2 qat. Aldın, almayıbsan ki. İndi mən sənə deyirəm ki, mən sənə öz coinimi buraxıram. Biz komanda olaraq öz coinimizi buraxırıq. Al.